Bugün sizinle birlikte formu anlatacağım. Salam mərhəmətlər. Mən Evgen Ələkbərov, Paris Dövlət Ümumi Gimnaziyanın 10 sinif şagirdi. Hər birinizi xoş gördük. Dəyərli iştirakçılar və qonaqlar, Psixologiya Psixologiya Akademiyası və Təhsil Formu Sosial Platformasının təşkilatı dəstəyi ilə keçirilən Ümumrespublika Psixologiya Forumunu açıq həyata keçirilir. Çıxış üçün sözü təşkilatçılara Psixologiya Psixologiya Akademiyasının rəhbəri Nümunət Əmrahlı və Təhsil Formu Sosial Platformasının sədr müavini Aynurə Abdullayeva verilir. Salam hörmətli qonaqlar, hər birinizi xoş gördük. Azərbaycanda son illərdə psixologiya ilə bağlı bir neçə seçili tədbirlər keçirilir. Hər biri özünə görə önəmlidir, rəngarəngdir, öyrədicidir və maarifləndiricidir. Biz də tərəfimizdən belə bir tədbir təşkil etmək qərarına gəldik. Ona görə ki, bütün dünyada, o cümlədən də Azərbaycanda psixologiya elminin önəmi gündən-günə artır. Və bu sahədə görülməli olan işlərimiz çoxdur. Və ən böyük vəzifəmiz isə akademik sahəni, elmi sahəni praktik sahə ilə daha sıx birləşdirmək, əldə etdiyimiz təcrübələri sizə çatdırmaq, bölüşdürmək, bu sahədə praktikada fəaliyyət göstərən mütəxəssislərin hazırlığını daha da artırmaqdır. Və bugünkü tədbirimizin əsas məqsədi buna yönəldilibdir. Bugün burada müzakirə olan məsələlər psixoloji xidmətin ən incə sahəsinin, ən vacib sahəsinin psixokorreksiyaya həsr olunur. Bugün burada müzakirə olan məsələlər həmçinin hər bir praktik psixoloqun, hər bir mütəxəssisin özünün təcrübəsinə əsaslanır. Onların içərisində təcrübəli mütəxəssislər də var, hələ bu sahədə yenicə fəaliyyət göstərməyə başlayanlar da var. Bütünlükdə forum iştirakını uğurlar diləyirəm, hər bir spikerin iştirakını şəxsinə uğurlar diləyirəm və hər birinizə gəldiyinizə görə təşəkkür edirəm. Salam əziz forum iştirakçıları, salam əziz qonaqlar, hər birinizi salamlayıram. Əziz müəllimlər, əziz psixologlar, ümidvaram ki, hər zaman olduğu kimi bugünkü formada da nələrsə öyrənib buradan ayrılasınız. Bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Nümunət xanıma öz təşəkkürümü bildirirəm. Hər biriniz bilirsiniz ki, son zamanlar bütün ölkədə, bütün dünyada olduğu kimi Azərbaycanda da psixologiya elmi sürətlə inkişaf edir və bunu bilmirəm, təəssüf hissinə deyim, yoxsa sevinci hissinə deyim ki, artıq psixologlara müraciətlər çoxalır. Çünki əvvəllər insanlar psixologa getməyi başqa cürə başa düşürlər, amma indi psixologdan dəstək almağa hər birimizin ihtiyacı var. Ümidvaram ki, bugün burada olan psixologlar burada öyrənəcəkləri, nələrisə öz təcrübələrindən keçəcəklər, öz işlədiyi müəssisələrdə həyata keçəcəklər. Hər birinizə uğurlar arzulayıram. Gəldiyinizə görə, dəvətimizi qəbul edib gəldiyinizə görə də hər birinizə minnətdarım. Forumun işinə Azərbaycan Respublikasının dövlət himni ilə başlayır. Sizi bu gözəl anlara yaşamağa dəvət edirik.
şərəf günümüzü, zəfər günümüzü yaşadık. Yürək hissi bütün dünyaya basılmaz olduğumuzu, torpaq uğrunda şəhid olub vətəni qoruya bildiyimizi sürdürdük. 1918-ci ildə birinci, 1990-cı illərdə ikinci və 2020-ci ildə üçüncü Qarabağ müharibəsində minlərlə şəhid verdik. Onların hər birinin adı bizim üçün əzizdir. Gəlin onların ruhu qarşısında saygı duruşunda dayanır. Allah rəhmət etsin. Forumun iştirakı maraqlı olduğu qədər də sırf çalışmışıq ki, sizə elmi və praktik psixologiyanın aktual məsələləri barədə məlumatlar çatdıraq. Forumda bizim hörmətli qonaqlarımız iştirak edirlər. Təhsil xadimi Nadir İsrafilov, Milli Məclisin deputatları Etibar Əliyev, Ceyhun Məmmədov. Hər birinizi salamlayır. Bugünkü tədbir psixologiya eğitimində onun tətbiqi məsələlərini həsr edilir. Hazırda bu zalda Azərbaycan psixologiyasının və pedagogikasının akademik və praktik sahəsinin təmsilçiləri də veriləcəklər. Onların da hər birinə xoş gəlmisiniz deyilir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya Kafedrasının dosenti Məhərrəm Əliyev, dosent Nurayniz Rızayeva, dosent Ülviyə Əfəndiyeva, Kompüter İlmləri Kafedrasının dosenti İlham Əhmədov, Xüsusi Tərtibat Mərkəzinin rəhbəri Əli İbrahimli, İsmail rayon Quba Xəlili Kənd Məktəbinin psixologu Famil Səfərov və psixoloq Fərqəli xanım. Tədbirimizdə həmçinin ictimai təşkilatları, mətbuat nümayəndələri də iştirak edirlər. Milli mənəvi irsin təbliği, ictimai birliyin rəhbəri, filologiya üzrə təhsil doktoru Jalə Cəbrarova, hərbi jurnalist Əntiqə Qonaq, Trend İnformasiya Agentliyinin direktor müavini Elçin Aloğlu, Məktəb Köşəsi saytının rəhbəri Məzahi Məmmədli. Həyat davam edir. Şəhidlər bizə öz qanları ilə Azad Azərbaycan qoyub gedirlər və Azad Azərbaycana da azad mənələr verir. Sizi belə bir nəğmə ilə sənətşünas nəğməkar Fəridə xanım Mirişova salamlayacaq. Hörmətli qonaqların fikirlərindən dinləyirsiniz. Forumun ilk təqdimatı psixokorreksiya və sosial terapiya mövzusundadır. Bu barədə sizə psixologiya üzrə təhsil doktoru dosent Lümunət Əmrahlı məlumat verəcək. Hörmətli forum iştirakçıları, Azərbaycanda psixologiyanın inkişaf tarixinin sonuncu illərdən başlayır. Bu tarixdə Azərbaycanın elmi psixologiyasında, praktik psixologiyasında böyük işlər görülür. Amma təəssüf ki, bu gördüyümüz işlər dünya təcrübəsinə adekvat deyil. Yəni, bu sahədə aparılan işlərin həm onun nəzarət baxımından, həm də praktik işlərə ümumiyyətlə, bu sahədə fəaliyyət göstərilənlərin lisenziyalaşdırılması, sertifikasiyası baxımından müəyyən boşluqlarımız var. Amma Azərbaycanda təhsil müəssisələrində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Sumqayıt Dövlət Universitetində, Gəncə Dövlət Universitetində, eyni zamanda Naxçıvanda psixoloq kadrları hazırlanır. Xüsusilə son illərdə bu
kadrlar özlərinin praktik hazırlığına xüsusi önəm verirlər. Amma hər kəsə bəllidir ki, bu sahəyə xüsusi bir yanaşma lazımdır, xüsusi bir nəzarət, rəhbərlik və istiqamət lazımdır. Mən bu sahədə bütün fəaliyyətim dövründə, yəni 30 ildən çoxdur mən bu sahədə həm akademik baxımdan, həm ümumiyyətlə elmi nəşrlər baxımdan, həm praktik baxımdan nələrsə verməyə çalışıram və nəhayət düşündüm ki, artıq bu psixokorreksiya işi ilə bağlı biz ciddi işlər görməliyik və bu aspektdə yeni bir kitab nəşrinə hazırladım. Doğrudur, belə bir adda nəşr olunur. Təhsil Nazirliyi, o zamanki yəni Təhsil Nazirliyi adlanılır. Təhsil Nazirliyi və Əhali Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən bir layihə hazırlandı. Bu layihədə biz 17 ixtisaslar üzrə, mən isə psixologiya ixtisası üzrə 2 modul əsasında psixokorreksiyanın həyata keçirilməsi və psixokonsultasiyanın həyata keçirilməsi ilə bağlı bir əsərləri, yəni ərsəyə gətirdik. Amma bu əsərdə hər şey vermək olmadı və mən çalışdım ki, sizə öz şəxsi təcrübəmə əsaslanan yeni bir materiallar verəm və bu əsasda, bugünkü forumda bu əsasda bəzi söhbətlərimiz olacaq. Psixokorreksiya işinin təşkilində ən mürəkkəb məsələ nə etməli sualına cavab verməkdir. Ümumiyyətlə, psixokorreksiya işi bir tədqiqat prosesidir. Bu prosesdə biz yalnız diaqnozlaşdırdığımız insanın problemini aradan qaldırmırıq. Eyni zamanda o prosesin gedişində bir tədqiqatçılıq mövqeyində olmalıyıq, araşdırma aparmalıyıq. Tətbiq elədiyimiz metodlar onun şəxsinin problemlərinə uyğundurmu, təsirləri effektivdirmi, indi nə iş görməliyik? Yəni, bu proses ümumiyyətlə çevik olmalıdır. Hər bir mərhələyə həm diaqnostika işi, həm də korreksiya işi həyata keçirilməlidir. Problem yalnız bununla bitmir. Bugün Azərbaycan praktik psixologiyasında ən çox hər kəsi narahat edən məsələ praktik psixolog terapiya işi apara bilər bu sualına cavab verməkdir. Mən sizin vaxtınızı almamaq üçün ümumiyyətlə kim praktik psixolog ola bilər, kim psixotrik problemlərlə məşğul ola bilər, bu suallara cavab vermək üçün ayrıca bir mövzu ilə bağlı bir konferans keçirilməlidir. Amma belə bir qərara gəldim ki, bəli, Azərbaycanda fəaliyyət göstərən praktik psixologları bu çaşqınlıqdan çıxarmaq üçün onların həyata keçirdikləri terapiya işi bir adı olur və onun adı sosial terapiya. Və bizim mövqeyimiz belədir ki, sosial terapiya bizə həm güzəran psixologiyasından tanış olan, həmçinin müasir psixologiyanın, ümumiyyətlə, psixoanalizdən üzü bu yana, şəxsiyyət, fəaliyyət, davranış, ümumiyyətlə, kliniki problemlərlə bağlı bir sıra məsələlərin korreksiyasının daxilində həyata keçirilmiş bütün işlər daxilində. Sosial terapiyanın mahiyyəti təbii ki, kliniki terapiyadan fərqlənir. Psixotrik problemlərin terapiyasından fərqlənir. Biz şuur altına o qədər daxil ola bilmirik. Çünki şuur altının o qədər mürəkkəb çətinliklər, problemlər var ki, onun üçün problemlərin yalnız psixiatrlar məşğuldular. Amma biz məsələn məktəbdə işləyən psixolog, şagirdi psixiatra yönəldiyənə qədər onun müəyyən əlamətlərini qeydiyyata götürməlidir, məlumatlı olmalıdır, müəyyən qədər heç olmasa qısa müddətli bir işləri həyata keçirilməlidir. Bu məqsədlə biz bu məsələlərə aydınlıq gətirdik ki, tibbi terapiyanın mahiyyəti nədir, məqsədi nədir və sosial terapiyanın mahiyyəti, məqsədi nədən ibarətdir. Eyni zamanda bizim təcrübəmizdə psixokorreksiya işində olan mürəkkəbliklər bizim bu məsələlərə mən bunu bilirəm mövqeyinə yanaşmamızdır. Yəni biz hər bir uşağa, hər bir yaşlıya mən bunlara öyrənmişəm baxımına yanaşa bilməliyim. Biz hər bir insanın yaşına görə, probleminə görə, diaqnostikanın nəticələrinə görə, ola bilər bu diaqnostikanı bizə aparırıq, ola bilər həkim təyinatla göndəribdir. Hər bir uşağın fəaliyyətinə uyğun biz korreksiya proqramı hazırlamalıyıq. Korreksiya proqramı özü ümumiyyətlə mürəkkəb bir prosesdir. Yəni burada təsəvvür edin ki, siz eksperimental psixologiya fənni üzrə təhsil alanda bir eksperimentlərin gedişi ilə tanış olursunuz. Orada dəyişənlər var, müstəqil dəyişmə, asılı dəyişmə. Yəni biz korreksiyanın işində
istifadə etdiyimiz, seçdiyimiz metodların, vasitələrin nə dərəcədə təsirli olduğunu dəqiqləşdirməliyik. Və bu baxımdan biz əvvəl fərziyyə qoymalıyıq. Mən fərz edirəm ki, bu yeniyetmənin bu problemini bu qaydada, bu yolla həll edəcəm və bunları tətbiq edirik. Əgər nəticələr gözlədiyimiz kimi alınmıyorsa, yeni növbəti diagnostikada nəticələr bizi qane eləmirsə, biz vasitələri dəyişməliyik. Prosedurun gelişində müəyyən dəyişmələr eləməliyik və burada artıq bizim fərziyyələrimizin doğru olmadığı dəqiqləşir. Biz doğru fərziyyə qoyduq, doğru ehtimala irəli sürdük və burada bu proseslər bizim əsaslandırdığımız ciddi metodologiya olmalıdır. Biz ümumiyyətlə bir psixolog olaraq hər birimizin fərdi, hər birimizin dünya görüşü var, yanaşmalarımız var, inanç və prinsiplərimiz var. Bu baxımdan hər kəs özünün şəxsiyyətinə və fərdiyyətinə uyğun bir özünə bir yol seçməlidir. Mən məsələn deyə bilərəm ki, mənim üzrə dissertasiya görüşüm, yeniyetmələrin bugünkü fəaliyyətin psixoloji əsaslarıdır. Bu prosesin müəyyən qədər yəni dünya səviyyəsində olmasını bilirəm ki, nədən başlamalıyım, nədən qurtarmalıyım. Amma elə bir mütəxəssis olaraq özünə psixoanaliz yolu seçir, eləsi var davranışı korreksiyası yolu seçir, fəaliyyət psixologiyasından yanaşır, eksistensial psixologiyadan yanaşır. Yəni, hər bir mütəxəssis daha yaxşı nəyi bacardığını dəqiqləşdirməlidir. Sözlə mütəəssir edə bilir, vasitələrlə, oyunlarla, məşğələlərlə mütəəssir edə bilir, musiqi ilə, qoxu ilə, müəyyən təhsili yollarla mütəəssir edə bilir. Bütün bunlar yəni korreksiya prosesində dəqiqləşməlidir və hər bir mütəxəssis özünün yolunu, daha çox əsaslandığı metodologiyanı konkretləşdirməlidir. Korreksiya prosesində çox sayılı vasitələrdən istifadə olunur. Onların içərisində qanunlar, texnikalar, metodlar, terapiya vasitələri hamısı daxildir. Mən növbəti nəşrə lazım olan kitabımda bunların hamısını ara-ara izahını verməyə çalışmışam, əhatə etməyə çalışmışam. Eyni zamanda bizim güzarı psixologiyasını istifadə edədiyimiz, dünya təcrübəsində üçün yeni olan bir sıra texnikalarda daxil olub. Amma ən əsas vasitə, ən əsas işimiz nədən ibarətdir? Bizə bəxş olunan, dünyada Freyddən özü bu yana, Adler'in, Rogers'in, Mastal'ın, onlarla digər psikoterapevtlərin hazırı bizə verdikləri texnikaları tətbiq eləməyə bacarmalıyıq. Artıq bunu öyrənməliyik. Burada bizim şuur və şuur-altı arasındakı əlaqənin necə qurulması, necə təhsil etmək, düşüncələr necə dəyişmək, bu yolları dəqiqləşdirmək üçün biz bunların, yenə də deyirəm ki, hansısa birisindən daha yaxşı tanış olmalıyıq. Biz onlar hansı mərhələlərdən keçdilər, nələrdən istifadə elədilər. Bu ilin aprel-iyun aylarında bizim belə bir 4 aylıq təlimimiz oldu və orada biz 7 gün ərzində praktik işlər yanına keçirdik. İnsanların, iştirakçıların özləri belə özlərində nə qədər şeylər keşflədilər. Bugün bu zalda oturanların hər birində psixoloji müdafiə mexanizmləri işləyir. Hər birimiz özümüzü nədənsə qorumaq üçün, nəyisə üstələmək üçün, nədənsə yan keçmək üçün, nəyisə perspektivlərdə həll etmək üçün özümüzü hansısa bir tələbatlarımızı şuur altına qoruruq, onu qoruyuruq və bunun üçün biz müxtəlif müdafiə mexanizmlərindən istifadə edirik. Amma təsəvvür edək ki, biz sağlam sayılan insanlara biz fəaliyyət göstəririk, insanlar bizdən nümunə bildirirlər. Təsəvvür edək ki, özünü dərk edə bilməyən, anlaya bilməyən insanlar, sadə insanların nə qədər problemləri var və onların psixoloji problemləri məhz bu sahədə psixoloji biliklərin və təcrübənin olmamasından irəli gəlir. Bugün ölkədə baş verən yeniyetməlik dövründən üzrə oyanan bütün intiharların əsas səbəbləri, amilləri psixoloji amillərdir. İnsanlar özlərini müdafiə etməyə bacarmırlar. Öz vəziyyətini analiz edə bilmirlər, təhlil edə bilmirlər. Bir çətin situasiyadan üzləşən kimi sanki dünya bitib, dünya batıb və hər şeyin sonudur. Və bütün bunlar bizə, psixologlara belə bir əsas verir ki, insanlarla işləyərkən öz təcrübəmizdə onlara lazım olanları çatdıraq, lazım olanları verək. Bugün bütün məsələlərdən bəhs olunacaq. Mən o
Onların vaxtına hörmətlə yanaşaraq sözümü burada bitirirəm ki, Azərbaycan psixologiyası öz yolunu dəqiqləşdirməlidir, seçməlidir. Mən demirəm ki, kesinliklə Amerika psixologiyasını, Avropa psixologiyasını Azərbaycan cəmiyyətinə köçürək. Əlbəttə, biz onların nəzəriyyələri olmadan hərəkət edə bilmərik. Amma biz Azərbaycan cəmiyyətinin, şəhər cəmiyyətinin, Azərbaycanda yaşayan türk, tanış, ağlar, digər etnik qrupların ümumi psixologiyasına xas olan bir yol seçməliyik, bir məzmun müəyyənləşdirməliyik. Təəssüf ki, Azərbaycanda bununla bağlı işləyən dövlət institutları yoxdur, laboratoriyalarımız yoxdur. Amma hər halda biz imkanımız daxilində bu sahədə fikirlərimizi ümumiləşdirməyə və çatdırmağa çalışırıq. Mən ümid edirəm ki, gələcəkdə yenə də deyirəm, Azərbaycanın ali təhsil müəssisələri, kafedraları və praktik psixologiya arasında əlaqələr sıxlaşsın və Azərbaycan psixologu nəyi, necə etməli olduğunu qərarlaşdıra bilsin, bu yolda əli yalın və yoldaşsız qalmasın. Hər birinizə uğurlar diləyirəm və mən ümid edirəm ki, bu forum sizə Sumqayıt haqqında yeni məlumatlar verəcək və buradan müsbət fikirlərlə ayrılacaqsınız. Sağ olun.